Sözün əsl mənasında pambıq kimi yumuşaq, suyu laxtalanmayan, ətri bütün evi bürüyən heyva mürəbbəsinin reseptini sizinlə bölüşmək istəyirəm. Heyvanın daha dadlı alınması üçün, turş olmaması üçün mütləq şəkildə yetişmiş heyvalardan istifadə etmək lazımdır. Yetişmiş heyvaları yuyub, qabığını soyub, xırda-xırda doğrayıram. Doğrayarkən kəsici alətdən istifadə etdim. Siz istəsəniz adi bıçaqdan da istifadə edə bilərsiniz. Heyvanı 2 dəfə yuduqdan sonra qazana 2 stəkan yarım su əlavə edib, yuyulan heyvaları da qazana əlavə edib qaynamağa buraxıram. Əgər bu cür videolardan xəbərdar olmaq istəyirsinizsə, kanala like atıb abunə olmağı unutmayın. Kanalımda digər video reseptlər də var. İzləyib yararlana bilərsiniz. Heyva qaynamağa başlayanda yavaş-yavaş qarışdırırıq. Bir boğum qaynadıqdan sonra heyvanın tamamilə yumuşaldığını görəcəksiniz. Yumuşalmış heyvaları başqa bir qazana əlavə edirəm. Heyvanın suyuna isə şəkər tozu istifadə etdim. 2 stəkan yarım suya və yarım kilo heyvaya yarım kilo şəkər tozu istifadə edirəm. Şəkər tozu əriyib bu cürə olanda təmiz şirə halına gələndə heyvaları da əlavə edirəm. Heyvanı əlavə etdikdən sonra 7 dəqiqə müddətində heyvanı qaynadıram. Tamamilə heyvanın canına şirə keçəndən sonra mürəbbə bişməyə başlayır. Üzərinə gələn kəfi yığıram. Rəngini görürsünüz necədir? Rəngi al-əlvan, çox gözəl alınır. Bişənə yaxın isə 4-5 dənə müxəy və bir balaca çubuq darçın əlavə edib qarışdırıb təxminən 2 dəqiqə qaynadıram. Üzərində bu köpüklər olarkən artıq heyvan mürəbbəmiz hazırdır. Hazır olmuş heyvanın altını söndürürəm və budur son nəticəmiz. Rəngi möhtəşəm, suyu şəffaf, qətiyyən laxtalanmayan, ən dadlı, ətri gözəl, bütün hər tərəfə yayılan mürəbbəmiz hazırdır. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələ yeni videolarda görüşürüz.